Və böyük insanlardan soruşanda ki, kəlmə şəhadət nədir, mənası nədir, görürsən ki, çoxu bilmir. Halbuki bu kəlmə ilə İslam'a girir insan. Nədir o kəlmənin mənası? Əşhədü nə deməkdir? Mən şəhadət edirəm ki, əşhədü ən la ilahə illallah. Allahdan başqa haqq ilah yoxdur. Haqq məbud yoxdur. Nə deməkdir bu? Haqq Allahdan başqa Allah yoxdur. Bu xətadır. Allahdan cəmaət elə bilir ki, Allahdan başqa Allah yoxdur. Bu xəta tərcümədir. Düzgün deyil bu. Çünki niyə düzgün deyil? Biz Peyğəmbərin həyatına baxanda sallallahu aleyhi və səlləm, Quran-ı Kərimə nəzər salanda görürük ki, Allah Rəsulunun vuruşduğu o müşriklər var. Ay. Onlar Allaha inanırdılar yoxsa yox? Allaha inanırdılar. Deməli, Allaha inancda problem yox idi. Allah var deyirdilər. Amma nə deyirdilər onlar? Onlar bütlər düzəltmişdilər. Salih insanlar yaşamışdı öncədən. O salih insanların yaddan çıxmasın deyənə, onların bir növ heykəlləri düzəldilmişdi. Bu belə yaranıb bütlər. Heykəllər düzəldilmişdi ki, biz bunları görəndə Allah'a xatırlayaq. Şeytan vəsvəsə eləmişdi. Sonra növbəti nəsil gələndə unutdular ki, bu nə üçündür? Ya dədə-babalarımız bunlara ibadət edirdi, biz də ibadət edirik. Və ibadəti nə tər edirdilər? Bunlar bizi Allah'a yaxınlaşdırır deyərək ibadət edirdilər. Hardan bilir? Zümər surəsi 3-cü ayətə bax. Allah'ı qoyub başqalarını özlərinə dost tutanlar nə deyərlər? Mə na'buduhum illə liyuqarribun ilallahi zulfə. Biz onlara yalnız bizi Allah'a yaxınlaşdırsınlar deyə ibadət edirik. Sözləri bu idi. Allah Resulü gəldi dedi, olmaz elə. Şirkdir. Birbaşa Allah'a ibadət edilməlisin, vasitəsiz. Yunus surəsinin 18-ci ayəsinə baxın. Allah Teala buyurur ki, onlar Allah'tan qeyrilərinə ibadət edib deyirlər ki, həuləy şüfə'əunə indəllah. Onlar Allah yanında bizim şəfayətçilərimizdir. Deməli, Allah'a inanırdılar. Allah'a yaxınlaşmaq istəyirlər sadəcə batil vasitələrlə. Yəni, Allah'tan qeyrilərinə ibadət eləyərək. Bu da nədir? Tövhidə ziddir. Yəni, tövhid yəni tək Allahlığa. La ilahə illallah kəlməsi ilə Peyğəmbər gələndə nə dedilər onlar? Cavablarında Quran ayəsidir. Sən bütün ilahları bir ilah mı etdin? Sən bütün ilahları bir ilah mı etdin? Nəyə görə ərəb idilər? La ilahə illallah nə deməkdir? Onu yaxşı başa düşürdülər. Bilirdilər ki, mən la ilahə illallah deyirəmsə, bu ibadət etdiyim bu məbudları tərk eləməliyəm. Tək olan Allah'a ibadət eləməliyəm. Şərik qoşmalı deyiləm. Çünki ərəb idi, bilirdi la ilahə illallah nə deməkdir. Və ya başqa ayətdə deyir, onlara, rəsullara deyəndə ki, deyin la ilahə illallah nədir? Dedilər ki, təkəbbürlük göstərdilər və dedilər ki, bir şairə görə, məcnuna görə ilahlarımızı mı tərk edəcəyik? Deməli, la ilahə illallah kəlməsinin məqsədi səndən nəyi tələb edir? Allah'tan qeyri ibadət olunan məbudları tərk eləməyin. La ilahə illallah, yəni la ilahə yoxdur, ilah, haqq məbudu yoxdur Allah'tan başqa.